Bugün bizim tortlarımız sıkıntılı olacaq. Ona görə ki bizim bugün öyrəndiyimiz tortlar sıkıntılı tortlardır. İminlə qırağı vaflili tortlardır. İndi onun hamısını bir-bir eləyəcək, sizə bir-bir göstərəcəm. Ona görə bu dərsdəki ev tapşırıqlarını bax belə sıxıntı ilə rahatlıqla saxlaya bilərsiniz. Deməli biz birinci olaraq nə edəcəyik? Biz birinci olaraq qırağında vafli olan tortlar var, belə düzülləri bir-bir. Şəklini hətta buraya yerləşdirəcəm. Biz bu tortdan eləyəcəyik. Deməli bunun üçün bizə lazım olacaq nə? Deməli bu görürsüz, bu vaflidir. İki cür vafli olur. Nazik olur və qalın olur. Bax bu nazik vaflidir. Görürsüz? Nazik vafli əldə durmur da, qat durmur belə. Belə əzilir. Biz bunu nə tər edirik? Bizim tortumuz bu boydadır da, hündürlüyü bax bu boydadır. Deməli biz götürürük bunu. Belə eləsək, görürsüz? Belə qoysaq da, bu da hardasa 1 sm, 1 sm yarım çıxır da tortdan, bu qədər hündürlükdə olmalıdır. Və bu hissə itkiyə gedir. Düzdür, belə də vurub eləmək olar, amma onda erməni budaq cümləsi kimi bir şey olacaq. Ona görə siz yormayın. Elə bunu belə düz tutun. Buradan 1-2 sm ayırın və bu nədir ki, bütöv hamısını bir dəfəyə kəsə biləcəksiniz. Burada məsəl üçün 1-2 sm qoydunuz və burada artıq nə varsa, məsələn burada artıq bax bu hissə. Buradan mənim barmağımdan yuxarı. Bax bu hissə. Bunu kəsirik. Kəsirik ki, biz indi bunu bir-bir başlayacağıq doğramağa, kəsməyə, o bizə məşəstlıq eləməz. Sizlər sizin əl qabiliyyətiniz möhtəşəm. Rob dərs sadəcə hardasa 30-a yaxın video dərslərin içində sadəcə bir dərsin, 2 dərsin hərəsindən bir neçə dəqiqə gəlirdi. Yəni dərslərin uzunluğu 1 saat da olur, 1 saata yaxın da var, 40 dəqiqə də var, yarım saat da var və s. Bu sadəcə fraqmanlardır. Başladı. Deməli biz tortu necə sıvıyırıq? Texnikanı öyrədirəm. Bu texnikanı bilsəz, göz yumulu tortu sıvıya biləcəksiniz. Birincisi biz nə edirik? Penoplastı stresləyirik. Stresləyəndən sonra bunun altına bir qat, onu indi götürəcəm. Bunun altına bir qat belə kley qatı deyəcəyik buna. Bu sürüşüb getməsin deyə bunu belə vuracağıq. Sonra bunu buradan yapışdıracağıq. Və burada nəyə diqqət etmək lazımdır? Və burada videoda görürsünüz bu penoplastdır. Yəni onun üstünə çıxıram. Bu penoplast nə üçün lazımdır? Siz evdə hər dəfə tort bişirib, içini yığmaq, onu kremləmək, eləmək və onun üzərində örgənmək sizə çox baha başa gələ bilər. Amma mən belə penoplast aldıram. Penoplastın qiyməti 3 manatdır. Tort ləvazimatlarda satılır. Belə penoplast alırsınız, sıvaqdır, tortun üstündə dekorlardır. Bunun hamısını penoplastın üzərində örgənəndə çox ucuz başa gəlir bizim dərslərimiz. Yəni burada rasxodlu bir dərslər yoxdur. Təsəvvür edin ki, ən bahalı rasxod nədir? Bir dənə qaymaq alırsınız, o da 6 manat olur. Onu da bir həftə istifadə edirsiniz. Onu da bir həftəyə böləndə günə 1 manat qaymaq pulu düşür və salam. Yəni bizim məşqlərimiz bax belə ucuz, amma keyfiyyətli olur. Yəni bu kursun nəticəsi, sonu bu olur ki, siz bu dərsə baxandan sonra etmədiyiniz belə 100-dən artıq fərqli tort eləyib dekorlaya biləcəksiniz. Dekor olaraq da əsas da odur. İçliyi biləcəksiniz, hansı kremlə necə alınır, biskviti hazırlaya biləcəksiniz, tortu dekorlaya biləcəksiniz, yazı yaza biləcəksiniz, nasatqadan kan çıxara biləcəksiniz, şəkildir, marsipan fiqurlardır, bunları biləcəksiniz və ən əsası siz bunları sata da biləcəksiniz. Yəni sosial şəbəkədə düzgün video paylaşıb özünüzə müştəri və takipçi cəlb edə biləcəksiniz səhifənizə. Ondan əlavə hələ mənim psixoloji dərslərdə hədiyyə olur. Yəni özgüvən, qorxulara son, özünə inanmaq və s. kimi bu işdə vacib lazım olacaq bir şeylər və hamısını öyrədirəm. Yəni bu işdə sizə pul qazanmaq nə hansı bilik lazımdırsa hamısını öyrənirsiniz. Və onu da deyim ki, siz yəni bu yolda tək qalmırsınız. Sizlə biz mütəmadi olaraq yazışırıq, danışırıq, siz mənə video şəkil göndərirsiniz, mən baxıram sizə, geri dönüş edirəm, kömək edirəm və s. Beləliklə burada sizin yəni mənim dediklərimi eləsəniz vaxtında öyrənə bilməyəcəyiniz bir şey qalmayacaq.